Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb. Bu barədə APA Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 14-ü saat 09:00 olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayon ərazisindən axan Tala çaydan sel keçir. Böyük Qafqaz ərazisindən axan Əyri çayda 36 sm, Katex çayda 22 sm, Kiçik Qafqaz ərazisindən axan Qabırlı çayda 12 sm, Əsrik çayda 8 sm, Zəyəm çay və Gəncə çayda 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Zabuq çayda 25 sm, Tərtər çay Vəngdə 7 sm, Tərtər çay Kəlbəcərdə 5 sm artım qeydə alınıb. Transsərhəd çayı olan Kür-Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 12 sm artıb. Su sərfi 575 kubmetr saniyə olmaqla normanın 77%-ni, Qanıq Cəlair məntəqəsində isə suyun səviyyəsi 10 sm artıb. Su sərfi 188 kubmetr saniyə olmaqla normanın 93%-ni təşkil edir. Yaxın günlərdə gözlənilən yağıntılarla əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısa müddətli daşqın və sel keçəcəyi ehtimalı var.